Salam dostlar, bugün sizə Proton Bus Simulator Urbano'da vacib ayarları göstərəcəm. Bu ayarları çox adam axtarırdı, neçə vaxtı istəyirdi. Qaz, tormuz ayarı, rul ayarı falan. Uzatmadan keçək videoya. İlk öncə ayarlara girib biz öz ayarlarımızı sıfırlayırıq. Və gördüyünüz kimi qrafikaya qədər sıfırlanıb, çox pisdir qrafika. Biraz yaxınlaşdıraq. Belə. Gördüyünüz kimi analog qaz tormuzu yoxdur. Rul çevirdiyimiz anda geri qayıdır. Bu adamı çox narahat edir, çox realistik görünməsi üçün. İlk öncə rul ayarından başlayaq biz. İlk öncə rul ayarını dəyişdirmək üçün, realistik rul üçün, bax bu istiqamətdə, burada gördüyünüz kimi bu ayar işarəsinə basırıq və burada relay speed deyirik. Yəni rul geri qayıtmasın, daha realistik sürüş göstərir bu mənim üçün. Sizləri bilmirəm, artırıb azalda da bilərsiniz. Daha sonra rulun dönmə çoxluğunu ayarlamaq üçün gördüyünüz kimi sükandakı rulla bizim idarə elədiyimiz rulun eyni səviyyədə olması lazımdır. Buna görə də bu biraz artıraq bunu. Belə çevirəndə bilinir. Belə bilinir amma. Amma burada əyriliyi var. Bunu biraz da artırırıq. Əla. İndi rul, sükandakı rul gördüyünüz kimi idarə edildiyimiz sağ tərəfdəki rulla eynidir. Daha sonra analog qaz tormuz. Bəzən elə avtobuslar olur, güclü olur. Elə avtobuslar olur, tormuzu güclü olur. Tormuz verən anda dayanır və ya qaz verən anda çox sürətli hərəkət edir. Daha realistik sürüş üçün qazı yavaşdan yüksəyə doğru əlavə eləmək lazımdır. Bundan öncə qapı ayarlarına baxaq. Gördüyünüz kimi sürə-sürə qapını açıb bağlaya bilmirik. Yalnız avtobus dayandığı anda idarə edə bilirik. Bax görürsünüz, dayandıq, qapını açdıq. Minirlər, qaza basırıq, gedmir, qapını bağlayandan sonra gedir. Qapı açıq sürmək üçün bizə bir ayar lazımdır. İndi bunu sizə göstərəcəm. Yenə menyuya qaydırıq, simulator settingsə basırıq. Bizə lazım olan ayar aşağıdakı door lock ayarıdır və burada simulation bölməsinə gəlib biraz aşağı çevirmək lazımdır. Gördüyünüz kimi işarələdim. Bu seçimi deaktiv eləmək lazımdır ki, qapı kilidi olmasın. Və artıq avtobusumuz qapısı açıq olaraq hərəkət eləyə bilir. Bu ayar düzü şəhər avtobuslarına çox yaraşmır, amma Daewoo kimi, Isuzu kimi avtobuslara çox yaraşır bu, qapı açıq sürmək. Və üçüncü ayarımız insanların danışmağı. Avtobusda insanlar qışqırır sürətli sürərkən, bu çox adamı narahat edir. Bunun üçün People Talking with Driver seçimini Sounds bölməsindən deaktiv eləməlisiniz. Beləliklə insanlar artıq sürətli sürsəz, bərk tormuz versəz belə danışmayacaq. Analog qaz tormuz üçün isə işarə elədiyim bu iki seçimi aktiv eləməlisiniz. Bunu aktiv elədikdən sonra oyuna geri dönəndə gördüyünüz kimi analog qaz tormuzumuz yerinə gəlir. Və sonuncu ayar olaraq sizə burada bir ayar göstərəcəm. Bu o qədər də vacib deyil, amma yaxşı bir ayardır bu. Bəzi dayanacaqlar var ki, yollar var ki, dayanacaqları sol tərəfdədir. Bunun üçün işarə elədim, bax burada görürsünüz, right bus stops at left BRT. Bunu işarə eləyirsiniz ki, sol dayanacaqlı avtobus yoluna girərkən sağda da dayanacaq sizin üçün versin. Yəqin nə demək istədiyimi başa düşdünüz. Sağ qapılı avtobuslar üçün əlverişli bir şeydir bu. Bu qədər dostlar.